Hə, necə deyirlər, atalar deyirdi, kabab canlı, igid qanlı. Ay yox, kabab qanlı, igid canlı. Təbii ki, hamı kababın hazırlama qaydasını bilir. Ancaq mən bu günləri fərqli soğuzdan kabab hazırlayacağım. Ətimizi qaba yerləşdirək. Üstü tökdük. Bu ətimiz dincəlsin. Ona kimi də bir soğuzu hazırlayaq. Sarımsağımızı doğrayırıq. Tavanı isindirək. Yağı ərimək üçün əlavə edək. Sarımsağı əlavə edək. Ətotu əlavə edək. Buna rozmarin də deyirlər, biberiye də deyirlər. Amma ən çox gəlmiş sözü bunun rozmarindir. Sos hazır. Ətimizi şişə çəkək. Mən də ət demişkən, istəyirəm sizə bir ət barədə qısa bir məlumat verim mən. Uzağa getməyə ehtiyac yoxdur. Artıq qonşuluğumuzdakı Oban marketdə mal və quzu əti satışdadır. Fürsəti qaçırmayın. Martın 31-nə kimi davam edən endirim kampaniyasından yararlanın. Təmiz və halal ətləri ölkə üzrə bir çox filiallardan rahatlıqla əldə edə bilərsiniz. Duzluya kebabı. Mangalımız hazırdır. Bunu marinabat eləyək soğuzla. Kebabımız hazır. Geldi süfreye. Bayram akşamıdır. Bayramınız mübarek olsun. Her bir evde ruzu bereket olsun.